Data science, machine learning, AI-da tətbiqi riyaziyyat bu qədər vacibdir. Hətta bunlar hamısı science-dır, düzdürmü? Elmdir də. Elm. Riyaziyyatсыз elm yoxdur. Bu birinci belə başlayalım. İkinci xüsusilə data üzrə olan elm, yəni daha qabaqcıl riyaziyyat tələb edir. Düzdürmü? Çünki bu digital infrastrukturada olan datadan gedir söhbət. İki, məncə istənilən biraz başını işlədən insan, heç belə informasiyası olmasa belə süni intellekt deyəndə və yaxud da ki, süni intellektlə bağlı texnologiyalardan danışanda istər-istəməz ağlından burada bir riyaziyyatı, proqramlaşdırmanı, texnologiyanı, dərin texnologiyanı ağlından keçirir. İntuitiv olaraq. Yəni adın özü, o istiqamətin adı özü sənə bu şeyi hardasa bildiriş verir ki, burada mütləq tətbiqi riyaziyyat, yəni riyaziyyat deyilən bir şey var. Düzdürmü? İkincisi, mən belə bir sübut deyim. Bu həqiqətən də sübutdur. Kim istəsə özü araşdırıb baxsın. Süni intellektə çatanda neyron şəbəkələrdən getmir söhbət. Süni intellektin nüvəsi, aksioması neyron şəbəkədir, düzdürmü? İstənilən insan neyron şəbəkə barəsində açıb sadəcə bir dənə yüngülcə Google eləsin, görəcək ki, nə qədər tətbiqi riyaziyyat var orada. Neyron şəbəkənin düzgün informasiyanı götürüb informasiya üzrə öyrənməsi, onun optimallaşdırması, orada statistika, ehtimal nəzəriyyəsi, kombinatorika, diferensial tənliklər, nə bilim, nə qədər istəsən var orada. Düzdürmü? Information theory çoxdur elementlər, riyaziyyatın elementləri çoxdur orada. İkinci isə birbaşa qabaqcıl alqoritmlər də olar. Neyron şəbəkə özü bir qraf alqoritmidir. Bu qabaqcıl data struktura modelidir və qabaqcıl qraf alqoritmləridir orada. Yəni nəinki riyaziyyat və qabaqcıl proqramlaşdırma tələb edir. Sənin bəs bu riyaziyyat dediyin biraz məni qorxudur. Yəqin ki, bu dəqiqə bizə baxanlar artıq qorxurlar ki, burada çünki bizim hamımızın riyaziyyat travmamız var da. Hamı deyir ki, o ayda mən nə qədər əzbərləməliyəm. Mən nə qədər şey bilməliyəm, nə qədər vaxt lazımdır. Artıq o suallar beyində fırlanır ki, bacararamı mən bunu? Reallıqda hələ ən yaxşı riyaziyyat kimlərdə alınır? Hələ proqramçılarda alınır ən yaxşı riyaziyyat. Sadəcə ondan xəbərdar deyirlər. Riyaziyyat deyəndə onlar nəsə əzbərlənmiş simvollar, formulalar belə başa düşürlər də. O da onları qorxudur. Və bunun bir nömrəli səbəbi də əzbərçi riyaziyyatdır. Əzbərçi riyaziyyat nədir? Məsələn, test eləmək əzbərçi riyaziyyatdır. Blank testləri eləmək bu əzbərçi riyaziyyatdır. Okay, bir-iki dənə algebroik manipulyasiyanı öyrəndə heç bilmirsən niyə o manipulyasiya var, niyə o manipulyasiyalar gəlib. Heç nəyə dərindən başa düşmür. Ümumiyyətlə heç nəyə başa düşmürsən orada. Sadəcə olanla blank testdə biraz məntiqini istifadə etsən, sən də bilirsən ki, o riyaziyyatdır.